Salam əziz izləyicilər, hal-hazırda Zərdabın Körpü kəndindəyik və bir çarəsiz ailənin evinə gəlmişik. Uzun yol gəlmişik, demək olar. Buyur bacı, dərdiniz nədir? Deyin, qoy xalqımız görsün inşallah. Qardaşım, yəni səni çağırmışam ki, inanıram ki, sən mənə köməklik eləyəsən. Çox pis vəziyyətdəyəm. Anam, atam rəhmətə gedibdi. Evim, eşim pis vəziyyətdə. Uşağımın birini tapıram, birini tapmıram. Gecizə bilmirəm, yaxşı, ləyaqlı. Çox pis vəziyyətdəyəm. Yəni çox nə gəlsən, xahiş edirəm, mənə köməklik eləyəsən. İnşallah xalqımız qeyrətli xalqdır və hər evə gedəndə bizim açırıq, vasitəsilə eləyirik və sizin kimi çarəsiz anaları, bacıları sevinirlər. Qardaş, sənin iş qabiliyyətin var? Yox, birimdə qrija var. Qrija var. Belə iş olanda işləyirsə? Daşıyırdım qabaq, indi daşıyamıyorum. Qrijon var, hə? Hə, bir dənə deməli oğlandır, bir dənə də qızdır, hə? Oğlandır, bir qız. Deməli əziz insanlar, qız biraz 9-da oxuyur deyə utandığından çıxmadı. Yəni görürsünüz də divarlar zadı. Yəni bu cür çarəsiz ailədir, evlərində də heç yeməklər yox. Yenə bilirsiniz, Bakıdan durub Zərdabın Körpü kəndinə gəlmişik. Xahiş edirəm, bizim də vasitəsi olaraq əziyyətimizə dəyər verin. Bu məbləğ tez yığılsın. İnşallah 1500 pul yığılacaq.